Le Monde tək Fransanın yox, dünyanın ən məşhur qəzetlərindən biridir. Fransanın bütün dünyada ən çox istinad olunan qəzetidir, intellektual, analitik qəzetdir. Və belə bir qəzetdə geniş müsahibənin çap olunmağı əlbəttə ki, nəinki mənim üçün və müxalifət üçün, bütövlükdə Azərbaycan üçün çox yaxşı bir xəbərdir. Məzmunu da prinsip etibarilə suallar elə idi ki, imkan verirdi bizə ölkəmizin problemlərini ciddi şəkildə müzakirəyə çıxardaq Avropa ictimaiyyətinin qarşısında. Amma mən özümün fikirlərimdən əvvəl başqa bir məqama diqqəti cəlb etmək istəyirəm. O da ondan ibarətdir ki, bu dəfə də mən gördüm ki, Le Monde-un jurnalistləri də kollektiv, hər halda mənimlə müsahibəni təşkil edən jurnalist ölkədəki vəziyyəti yaxşı bilir. Baxın, verilən suallar və Le Monde auditoriyasına təqdimatlar onu göstərirdi ki, Azərbaycanda nə qədər repressiv bir hakimiyyət var. Bu dəfə də məni yenə də müqayisə edirdilər ki, bəs Navalny getdi öz ölkəsinə, qalmadı Avropada və onu öldürdülər. Siz yenə də təhlükələrə baxmayaraq, sizi 24 saat izləyirlər, bütün gediş-gəliş izlənilir, internet blokadasının altındasınız. Onlar bilirlər, burada bəzi həmvətənlərin girib şəhərlərdə yazırlar ki, niyə interneti yoxdur, niyə paket almır, niyə telefon almır. Bu qədər primitivləşdirmək olmaz da. Dövlət səviyyəsində mənim evimdə internetdən istifadəyə imkan verilmir. Deməli, bunu Le Monde da bilir. Mənə pasport verilməməsini bilir. Mənim xarici səfərlərimə qarşı olduqlarını bilir. Yəni, bunları mən danışmadım onlara. Suallarda bunun hamısı öz əksini tapıb ki, mənim ölkədən çıxışıma imkan verilmir. Mənim 30 ildir ki, mübarizəm Azərbaycanda demokratiya, azadlıq, ədalət uğrunda mübarizədir və mənim həyatıma təhlükə var və Le Monde-un jurnalisti soruşur ki, bəs görmürsünüz ki, demək ki, Navalny qayıtdı, öz ölkəsində mübarizə apardı və onu öldürdülər. Və siz necə düşünürsünüz ki, niyə görə ölkədə qalıb mübarizə aparmağı seçirsiniz? Və mən yeri gəlmişən orada onu xüsusi vurğuladım ki, mən əlbəttə ki, ölkədən kənarda da mübarizə aparan hər kəsə, əgər mübarizə aparırsa, hörmətlə yanaşıram. Amma mən hesab edirəm ki, deməli, ölkənin içində mübarizə aparmağın öz üstünlükləri var. Nə ilə bağlıdır bu? Mən bu saat Azərbaycanda yaşanan məhrumiyyətlərin demək olar ki, hamısını özüm yaşayıram. Yəni, o müxalifətçilərin yaşadığı məhrumiyyətlər ki var, onun hamısını demək olar ki, mən də yaşayıram. İndi bir axır vaxtlara qədər qalmışdı bir işgəncə görmək, onu da gördüm. Deməli, beləliklə, mənim indi imkanım var ki, onların nə hiss etdiyini, nə yaşadığını, hansı əzablardan keçdiyini özlərində bilirəm və eyni zamanda o məhrumiyyətlərin hamısını mən özüm şəxsən yaşadığıma görə, mənim yaxınlarım, ailə üzvlərim, qohumlarım, komanda yoldaşlarım, ən yaxın mənə çevrə bu məhrumiyyətlərin altında olduğuna görə mən insanlara özümdə o haqqı görürəm deməyə ki, təslim olmayın, mübarizə aparın, təşkilatlanın. Çünki mən verilə biləsi bütün qurbanları vermişəm. Başqalarına da hazıram. İmtinalardan keçmişəm. Özüm gedib 5000, 10.000 kilometr kənarda oturub öz lüks həyatımı yaşayıb insanları mübarizəyə çağırmıram. Mənim heç ona görə də heç bir kompleks yaşamıram mən. Amma mən bunu vurğulamaq istəmirəm. Onu vurğulamaq istəyirəm ki, Le Monde kimi aparıcı bir dünya media nəhəngi artıq mənimlə müsahibədən əvvəl hər şeyi bilir. Əlbəttə ki, bəzi şeyləri də demək Fransız, Avropa, dünya auditoriyasına mən çatdırdım. O müsahibələrin hər biri Azərbaycanla bağlı reallıqları dünyaya çatdırır. Amma istəyirəm biləsiniz ki, əziz həmvətənlər, bu ölkədəki vəziyyəti bilirlər. Və mənim çatdırdığım mesajlar nə ilə bağlı idi? Məsələn, mən belə bir mesajın altını cızdım ki, biraz əvvəl sizə də deyim. Azərbaycan kimi ölkələrdə tək adam hakimiyyəti, avtoritarizm həm də müstəqilliyə təhlükədir. Çünki mənə sual var idi ki, Rusiya ölkənizə təhlükədir yoxsa yox? Əlbəttə ki, təhlükədir. Mən bu barədə ətraflı danışmışam müsahibədə. Amma onu da vurğulamışam ki, Azərbaycan yeni bir təhlükəsizlik sisteminə qoşulmalıdır ki, ona da tək adam hakimiyyəti imkan vermir. Demək, bu baxımdan Azərbaycanda demokratikləşmə olmalıdır ki, Azərbaycan xalqı söz sahibi olmalıdır ki, kənardan gələn təzyiqlərin qarşısına duruş gətirə bilsin. Yəni, bu gün ölkə adına bütün qərarları bir adam verir. Nə istəsə o qərarı verə bilir. Bir gün istəyər, deməli, Putinlə münasibətlər gərginləşdirər, sabah hamıdan yaxın müttəfiq olar. Azərbaycan xalqı bu prosesdə iştirak edir, Azərbaycan xalqından söz soruşan var, yoxdur. Deməli, ona görə də bu gün Azərbaycanın demokratikləşməsi təkcə haqq, hüquq, ədalət məsələsi deyil, həm də dövlət müstəqilliyi məsələsidir və mən bunu
Avropa auditoriyasına bu mesajı çatdırdım ki, onlar Azərbaycanın demokratikləşməsinin həm də Cənubi Qafqazın müstəqilliyi baxımından önəmli olduğunun fərqində olsunlar. Mən əlbəttə ki, siyasi məhbuslarımızdan danışdım. Azərbaycanda olan siyasi məhbuslardan danışdım. Dəqiqləşdirək həmin o hökumətin trolları üçün. Azərbaycanda saxlanılan, Qarabağdan həbs olunmuş ermənilərdən yox, Azərbaycanlı siyasi məhbuslardan, 375 nəfərdən danışdım. Avropa mediasından onlar üçün dəstək istədim. İstədim ki, onlar Azərbaycanlı məhbusları diqqətlə saxlasınlar. Bəli, necə ki, mənlə müsahibədə bu barədə sual verildi, mənlə müsahibə olmayanda da bu barədə yazsınlar. Çünki bu insanların azadlıq haqqıdır. Bəli, onlar üçün mən mübarizə aparıram, onları müdafiə edirəm, məhkəmələrinə gedirəm, onlarla bağlı yazılar yazıram. Və əgər imkanım yaranıbsa ki, dünya media nəhəngindən dünyaya müraciət edeyim, niyə etməyim ki? Onlarla bağlı dünyaya müraciət etdim. Ölkədəki siyasi məhbuslarla bağlı. Ölkədəki demokratik dəyişikliklərlə bağlı dünyaya, Avropa siyasi elitasına müraciət etdim. Onları çağırdım ki, İlham Əliyevlə hər görüşünüzdə publik olaraq, mətbuat qarşısında insan hüquqlarından danışın. Demokratikləşmədən danışın, islahatlardan danışın. 1, 2, 3, 4, 5 hamınız danışsaz, məcbur olub Azərbaycan hakimiyyəti hesablaşacaq. Axı, nə qədər istəməsələr də bura Avropadır. Niyə biz bütün oyunların hamısında Avropa oyunlarında iştirak eləmirik? Bütün idman yarışlarının hamısında harada iştirak edirik biz? Avropa oyunlarında iştirak edirik biz. Avropa Şurasının üzvü deyilik, Avropa Şurasının üzvüyük. Enerji resurslarımızı kimə satırıq? Fəxrlə deyir İlham Əliyev ki, neçə Avropa ölkəsinə enerji resurslarımızı satırıq. İqtisadiyyatımız kimə bağlıdır? Sabahları Avropa bizim neftimizi, qazımızı almasa, nə eləyə bilərik biz? Deməli, biz Avropaya bağlıyıq. İqtisadiyyatımız ora bağlıdır. Hər şeyimiz ora bağlıdır. Kommunikasiyalarımız ora bağlıdır. İndi bu çox belə bədahətən danışırıq haqqında ki, demək, tranzit ölkə olmuşuq. Orta dəhliz bizdən keçir. Avropa Birliyi istəməsə, ona lazım olmasa, nə əhəmiyyəti olar bizim o kommunikasiyalarımızın? Deməli, biz Avropa olmalıyıq. Və başqa bir sual var. Bizim qonşuluğumuzda Ermənistan və Gürcüstan Avropa İttifaqının üzvü olandan sonra bizim olmamağımızın təsəvvür edirsiniz Azərbaycanın nə qədər geri yata bilər? Ona görə də mən istəyirəm ki, bu proses qarşılıqlı olsun. Bəli, biz Azərbaycan xalqı çalışmalıyıq, amma o biri tərəfdən Avropa ictimaiyyəti də çalışmalıdır. Çalışmalıdır, bizi Avropa kimi görməlidirlər. Yoxsa burada İlham Əliyev xalqa hər dəfə deyir ki, biz istəsək də onlar bizi qəbul eləməzlər. Mən də deyirəm ki, siz Azərbaycana əlinizi uzadın. Və mən hesab edirəm ki, baxın, ard-arda mənim müxalifət təmsilçisi olaraq Varşava forumuna dəvət olunmağım, Riga konferansına dəvət olunmağım, Afina Demokratiya forumuna dəvət olunmağım, Praga Demokratiya forumuna dəvət olunmağım, Le Monde kimi dünya media nəhəngində müsahibəm, ondan əvvəl Almaniyanın, Polşanın, Ukraynanın, ABŞ-ın, Böyük Britaniyanın mediasındakı bu müsahibələrin hamısının həm də bu mesajı var, sizə mesajı var. Azərbaycanı Avropa kimi görürlər. Bizi ucqar saymırlar, bizi kənar saymırlar. Bizə əl uzadırlar ki, Azərbaycan demokratikləşsin, Azərbaycan Rusiyanın arxa bağçası olmasın, Azərbaycan Mərkəzi Asiya tipində bir qapalı dövlətə çevrilməsin. Ona görə həmin bu imkanların hamısı Azərbaycanın Avropalaşmasına müəyyən bir təkandır. Əlbəttə ki, mən Azərbaycanın sosial problemlərindən, iqtisadi problemlərindən də danışdım. Çünki sabahları biz azad olandan sonra Azərbaycana böyük miqdarda sərmayə cəlb eləmək lazım gələcək. Ölkə iqtisadiyyatı demək olar ki, sıfırdan qurulmalı olacaq. Onun üçün indidən hər kəs bilməlidir ki, Azərbaycanın hansı sosial problemləri, iqtisadi problemləri var, ölkə əhalisi necə yaşayır. Və o baxımdan əlbəttə ki, bütün bu media imkanları təkcə mənim üçün yox, təkcə Azərbaycan müxalifəti üçün yox, Azərbaycan üçün dünyaya açılmaq fürsətidir. Və Azərbaycan üçün bu dünyaya açılmaq fürsətindən mən mümkün olduqca istifadə edirəm.